Deməli, lövhədə siz kvadrat üçədinin ümumi şəkildə yazılışını görürsünüz. Y bərabər AX kvadrat üstə gəl B üstə gəl C. Burada A, B, C ədədlərdir. AX kvadratı birinci hədd sayılır. C isə sərbəst hədd. Sərbəstdir. Kvadrat üçədinin vuruqları ayrılışı və kvadrat üçənin tam kvadratı ayrılışı düsturlarını bilməlisiniz. Burada yazdığım A vurulsun X çıxılsın M'in kvadrat üstə gəl N. Bu kvadrat üçədindən tam kvadratın ayrılışı düsturudur. M və N parabolanın təpə nöqtəsinin koordinatları sayılır. Bilirsiniz ki, kvadrat üçədinin qrafiki paraboladır. Bəli. Birinci hədd əmsalı, yəni A'dan asılı olaraq parabolun qolları yuxarı dönə bilər və yaxud da ki, aşağı da yönə bilər. Bu parabolun təpə nöqtəsi sayılır. Bu parabolun təpə nöqtəsinin koordinatları isə fikir verin, bura M, bura isə N ilə göstəririk. Və eyni zamanda biz parabolun təpə nöqtəsi koordinatlarının tapılması düsturlarını bilməliyik. Burada M bərabər mənfi B bölünsün 2A, N isə mənfi diskriminant bölünsün 4A, diskriminantın tapılması düsturdur. Bilirsiniz ki, B kvadratı çıxılsın 4AC'dir. Demək, hər birimiz eyni zamanda kvadrat üçədinin vuruqları ayrışı düsturunu bilməliyik. Ümumi şəkildə A, X çıxılsın X1, vurulsun X çıxılsın X2. X1 və X2 kvadrat dəyərinin kökləri düsturdur, elədim? Deməli, istənilən funksiya, o cümlədən kvadrat üçədini əgər funksiyadırsa, demək, onun xassələrini bilməliyik. Funksiyanın xassələri deyəndə biz nəyi başa düşürük? Birinci, onun təyin oblastı. Kvadrat üçədinin təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Sonra gəlir qiymətlər çoxluğu. Qiymətlər çoxluğu əgər A, yəni birinci hədd əmsalı müsbətdirsə, qiymətlər çoxluğu N-dən müsbət sonsuzluğadır. Yəni, parabolun təpə nöqtəsinin ordinatına görə tapılır. Yox, əgər birinci hədd əmsalı mənfidirsə, qiymətlər çoxluğu mənfi sonsuzluqdan N-ə kimi olacaq. Demək, təyin oblastı, qiymətlər çoxluğu, funksiyanın deməli, nəyi bilməliyik? Tək və cütlünü. Kvadrat üçədli nə tək deyil, nə də ki, cüt. Eyni zamanda dövrü funksiyadırsa, ən kiçik müsbət dövrünü bilməliyik. Kvadrat üçərdə eyni zamanda dövrü funksiya deyil. Sonra funksiyanın artma-azalma aralıqlarını bilməliyik. Əgər kvadrat üçərdə birinci hədd əmsalı, yəni A müsbətdirsə, onun qrafiki, yəni parabola sxematik olaraq çəkirəm, belə yerləşir. Bu da onun parabolun təpə nöqtəsinin absisi, bu isə ordinatı demişik bayaqdan. Deməli, artma-azalma aralıqları kvadrat üçənin M-yə görə tapılır. Yəni, parabolun təpə nöqtəsinin absisinə görə tapılır. Əgər parabolun qolları, burada yazılır ki, yuxarı yönəlirsə, yəni birinci hədd əmsalı müsbət olduqda qeyd elədik ki, parabolun qolları yuxarı yönəlir. Onda fikir verin, bu hissədə azalır. Deməli, parabolun qolları yuxarı yönəlirsə, mənfi sonsuzluqdan M-ə kimi azalır. Və təbii ki, onda M-dən müsbət sonsuzluğa gördüyünüz kimi artır. Yox, əgər parabolun qolları aşağı yönəlirsə, onda bunlar yerini dəyişdirəcək. Bu parabolun təpə nöqtəsinin absisi. Onda mənfi sonsuzluqdan fikir verin, M-ə kimi artır, M-dən müsbət sonsuzluğa azalır. Yəni, parabolun qolları aşağı yönəlirsə, onda mənfi sonsuzluqdan
m kimi artır, m'dən müsbət sonsuzluğa azalır. M'dən müsbət sonsuzluğa azalır. Parabolanın simmetri oxu deyəndə onu da tapmaq qaydasını bilməliyik. Deməli, simmetriya oxu özü nə idi? Həmin oxa nəzərən fiquru tamamilə qatlayanda deməli üstə düşür. İndi ixtiyari parabola çəkək biz. Görün. Bu parabolun təpə nöqtəsinin absisi demişdik. Bu düz xətti çəksək biz, bu olacaq deməli parabolanın simmetri oxu. Və şəkli təsəvvür eləməliyik təbii ki, amma qapalı testsə məsələn, qapalı testsə onu şəkli çəkmədən siz simmetri oxunu tap desə, x bərabərdir m, o da bərabər mənfi b bölünsün 2a üstündən simmetri oxunu tapırsınız. Deməli, indi kvadrat üçərlidən kvadrat tənliyə keçək. Əgər biz y-in yerinə 0 yazsaq, bu olacaq kvadrat tənlik. Kvadrat tənliyin tam kvadrat tənlik var, bir də natamam kvadrat tənliklər var. Bu yazdığım demək 3 həddə yerində olduğuna görə bu tam kvadrat tənlikdir. Ay sağ ol. Natamam olanda B veya C bunlardan birini nəzərə almırıq. Elədir mi? Yoxdur deyək. Məsələn, deyək ki B sıfırsa, onda bu kvadrat tənlik ax kvadratı üstə gəl C bərabər 0 şəklinə gələcək. Yox, C sıfırsa ax kvadratı üstə gəl bx bərabər 0 olacaq. A yox. B də, C də hər ikisi 0 olarsa, bu kvadrat tənlik ax kvadrat bərabər 0 şəklinə gələr. Təzədən funksiyaya qayıtsaq biz demişdik ki ax kvadrat üstə gəl, b üstə gəl, c bərabər 0 nə tək deyil, nə cüt. Amma burada fikir verin, b 0 olanda bu olur cüt funksiya. Cüt funksiya. Sonra burada bu özü də b də c də hər ikisi 0'sa yenə cüt funksiya olur. Birinci kvadrat tənliyi keçəndə onun həll üsulları deyəndə birinci onun diskriminantın tapılmasından başlamışıq. Deməli, diskriminant düstur d bərabərdir b kvadratı çıxılsın 4ac. Əgər bu düsturdan hesablanan diskriminant böyükdür 0, yəni müsbət alınsa, deyirik ki 2 müxtəlif kökü var, elədir mi? 2 müxtəlif kökü var. Yox, əgər diskriminant 0 olarsa, deyirik ki 2 bərabər kökü var. Yəni bunların hepsine həqiqi köklərdən gedir söhbət. Diskriminant mənfi alınsa, onda deyirik ki həqiqi kökü yoxdur. Həqiqi kökü yoxdur deyirik. Deməli, diskriminant böyükdür 0 veya diskriminant bərabər 0 alınsa, demək kökləri var. Onda köklərin tapılması düsturu x1 bərabərdir mənfi b kök altında d bölünsün 2a, x2 də bərabərdir mənfi b üstə gəl kvadrat kökdə d bölünsün 2a düstlərini hesablayırıq. Bayaq biz dedik ki b və c, yəni ikinci hət veya sərbəst hət 0 olarsa veya hər ikisi eyni anda 0 olsa natamam kvadrat tənliklər sayılır. Onları da biz təbii ki diskriminant tapmaqla həll edə bilərik. Amma daha yaxşı olar ki, indi göstərəcəyimiz üsulla həll edək. Deyək ki,
C beraber 0, yani serbest hət 0. Onda kvadrat tənlik ax kvadrat üstə gəl bx bərabər 0 şəklinə gələr. Bunu diskriminantla eləməkdənsə fikir verin. X-i ortaq vuruq kimi çıxardıb ax üstə gəl b bərabər 0 şəklində yazıb hasilin 0-a bərabər şərtini tətbiq edirik. Bir kökü olacaq x bərabər 0, digər isə ax üstə gəl b bərabər 0 tənli. Burada x bərabər mənfi b bölsün a olacaq. Elədir mi digər kökü? Elədir mi Murad? Bəli, bəli. İndi biz qəbul edək b bərabər 0 olsun. Onda ax kvadratı üstə gəl c şəklinə gələr. Bunu da yaza bilərik biz x kvadratı bərabər mənfi c bölsün a. Buradan da x bərabərdir plus minus kök altında mənfi c bölsün a tapa bilərik. Yox, əgər hər ikisi b də c də hər ikisi 0 olarsa, onda ax kvadratı bərabər 0 şəklinə gələr. Buradan da x bərabərdir 0 olacaq. Elədir mi? Bəli, bəli. Ən maraqlı suallardan biri demin test toplusundadır. Buna uyğun çoxlu test tapşırıqlar var. Eyni zamanda buraxılış qəbul imtahanlarında da tez-tez qarşılaşacağımız suallardır. Sual belə qoyula bilər. Kvadrat tənlim parametrin hansı qiymətində yalnız bir kökü 0-a bərabərdir? C 0 olarsa kvadrat tənlin yalnız bir kökü 0-a bərabərdir. Sonra sual belə qoyula bilər. Parametrin hansı qiymətində hər iki kökü 0-a bərabərdir? Hər iki kökün 0-a bərabər olması üçün b də c də eyni zamanda 0 olmalıdır. Sual belə qoyula bilər. Parametrin hansı qiymətində kökləri qarşılıqlı əks olar? Onda yalnız b 0 olmalıdır. Sual belə qoyula bilər. Parametrin hansı qiymətində kökləri qarşılıqlı tərsdir? Onda c, yəni sərbəst hədd olmalıdır 1. Qarşılaşmışıq mı bu suallarla? Bəli, bəli. Bir də təkrar edirəm bunu. Kvadrat tənlik veriləcək sizə. Orada m parametrindən, p-dən, k-dan asılı kvadrat tənlik olacaq. Sual belə qoyula bilər. Parametrin hansı qiymətində kvadrat tənlik yalnız bir kökü 0-a bərabərdir? Onda c bərabər 0. Təbii ki, burada a da b də fərqlidir 0 deyəcəyik. Bəs nə zaman hər iki kökü 0-a bərabərdir? Onda bu ikinci şərtdir. Təbii ki, yenə a fərqlidir 0-dır. Nə zaman kökləri qarşılıqlı əks deyəndə b bərabərdir 0 deyəcək. Onda a da c də təbii ki, fərqlidir 0 olmalıdır. Və kökləri qarşılıqlı tərs deyəndə c, yəni sərbəst hədd daxil olan ifadə bərabərdir 1 olmalıdır. Çünki qarşılıqlı tərs hədlərin hasili 1-ə bərabərdir. Elə buradan biz Viet teoreminə keçid edək. Deməli, Viet teoreminə keçid edək. Viet teoremi hansı kvadrat tənliyə tətbiq olunurdu? Kim deyər? Çevrilmiş kvadrat tənliyə. Çevrilmiş kvadrat tənlik nə idi? A-sı 1-ə bərabər olan. Bəli, a bərabərdir 1 olanda o çevrilmiş kvadrat tənlik sayılır. Bu kvadrat üçün hər tərəfini biz a-ya bölsək, x kvadrat üstə gəl b bölsün a, x üstə gəl c bölsün a bərabərdir 0 şəklinə gələr. Burada b bölsün a-nı p, c bölsün a-nı da q-lə əvəz eləsək, dərsliklərdə olan ümumi şəkildə çevrilmiş kvadrat tənliyi alarıq biz. İndi bu çevrilmiş kvadrat tənlik oldu. Niyə? Çünki x kvadratın əmsalı müsbət 1. Buna da Viet teoremi tətbiq etmək olurdu. Viet teoremi necə idi?
Müəllim, köklərin cəmi əks işarətlə ikinci həddən əmsalına hasılı isə Q-yə, yəni sərbəst həddə bərabər. Ay sağ ol. Ben. Viyet teoremi deməli çevrilmiş kvadrat tənliyin köklərin cəmi əks işarənin ikinci hədd əmsalına, hasil isə sərbəst həddə bərabərdir. Buradan eyni zamanda şeyi de tekrar eləyək. Viyet teoreminin tərsi. İndi deməli Viyet teoreminin tərs teoremini yazaq. Burada ümumi şəkildə çevrilmiş kvadrat tənliyi yenə yazaq. X kvadratı üstə gəl px üstə gəl q bərabər Viyet teoreminin Viyet'in tərsi. Viyet teoreminin tərsi necəydi Uğur? X kvadratı çıxılsın mötərizədə x1 üstə gələ x2 vurulsun x üstə gələ x1 vurulsun x2 bərabər 0. Ay sol ben. Deməli, eğer bizə tənliyin kökləri verilibsə x1 və x2, onda biz bu ümumi şəkildə ifadəni bilərək köklərinə görə kvadrat tənliyin özünü yaza bilər. Bu da Viyet teoreminin tərsi adlanır. Deməli, bir sual da kaldı. Ax kvadrat üstə gəl b üstə gəl c bərabər 0 bizə hər hansı bir kvadrat tənliyi verilib. Sual koyulsa ki, eğer bu tənliyin kökləri x1 və x2'dirsə, kökləri 1 bölünsün x1 və 1 bölünsün x2 olan tənlik aşağıdakilerden hansıdır? Onda ne etmeliydik aynı? Onda biz sərbəst həddən x kvadratının əmsalını yerini dəyişdiririk. Yəni cx kvadratı üstə gəl bx üstə gəl a bərabər 0 şəklində. Ay sağ ol. Məsələn deyək ki 2x kvadratı üstə gəl 3x çıxılsın 3 tənliyi verilib bizə. Bunun kökləri bizə maraqlı deyil də, nədir? Amma kökləri bununla qarşılığı tərs olan kvadrat tənlik necə olacaq? 3x kvadrat üstə gəl 3x çıxılsın 2 kimi. Belə də yaza bilərik. Sərbəst həddə onun yerini dəyişdiririk də. Aydındır.